döyüş yolunda ona çiyin-çiyinə dəstək olan və 20 il bir yerdə çalışan 2001-ci ilin Ali Hərbi Məktəb məzunlarına ki, uzaq yoldan gəliblər, öz şəhid qardaşlarını unutmurlar. Mən arzu edirəm, həm də xahiş edirəm ki, Maarif müəllim onun bütün məzun qardaşlarına bizim salamımızı, ehtiramımızı yetirsin ki, onlar bizim həmyerlimiz Natiq İsmailovun anım günündə burada iştirak edirlər. Mən Xeyirbəy müəllimin timsalında bütün şəhid atalarına, şəhid analarına təşəkkür edirəm ki, onlar övladlarını itirsələr də bugün Azərbaycanın müstəqilliyi uğrunda öz övladlarının ağrı acılarını elə bir ki, bir az da olsa unuda bilirlər. Bizim başımızı dik tutan şəhid balalarımızın yetirən ataya, anaya, bütün burada iştirak edənlər və eləməyənlər adından, elimiz olanımız adından təşəkkür edirlər. Bəli, bu həm acılı, həm də şərəfli bir gündür. Acılı da ona görə ki, insan kövrəlir, bəli, 4 övlad atasız böyüyəcək. Amma həm də qürur vericidir ki, onları bizim müstəqil Azərbaycanımız öz qanıtları altında böyüyəcək, bütün imtiyazlarını və imtiyazlarından da artıq onlara həyat bəxş edəcək ölkəmiz var, bu müstəqil ölkəmizdir. Əgər biraz uzaqdan gəlsək, bu Babək demişdi ki, 40 il boyunduruq altında yaşamaqdansa, bir gün azad yaşamaqla daha gözəldir. Amma biz son tarihi götürsək, 250 il boyunduruq altında yaşadıq. Amma o gün azaddır. Bugünkü günün qədri qiyməti çox böyükdür. Həddən artıq böyükdür. Ulu Öndər deyirdi, mən bu müstəqillik uğrunda lazım olsa həyatımı, canımı verərəm. Verdilər. Çünki o bütün həyatı boyu ancaq Azərbaycanın inkişafına və müstəqilliyinə həsr elədi, bütün bacarığını və həqiqətən də bəli. Və bizim üçün böyük, gözəl, elmli, dünya siyasətinin bilicisi, aparıcısı olan İlham Əliyevi bəxş edib getdi. Halal olsun, hamımızın ürəyindən gələn bir söz ki, bizim prezidentimiz dünya çapında sayılan, seçilən liderdir, aparıcı bir siyasətçidir. Burada bir cümlə eşitdim ki, bir daha şəhid gəlməsin. Lazım olsa gəlsin. Əgər bizim torpaqlarımıza düşmən bir də baş qaldırarsa, biz hamımız yenə 2020-ci ildəki Azərbaycan xalqı. Yumruq kimi birləşərik, gedərik, başın əzərik, gəlib yenə qürurla, olarsa tək olmasın. Şəhidlərimizin məzarı önündə baş əyərik. Bu Azərbaycan xalqıdır, həmişə çətin anlarda birləşməyi də bacarır və inkişaf etməyi də. Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycanın müstəqilliyi, Mehman qardaşımız dediyi kimi, bu bayrağımız həmişə ucalarda dalğalansın. Yalnız şəhid önündə, vətən uğrunda, şəhid anımı vaxtı vətənin dar günlərində edilir. Bir daha burada iştirak edənlərə təşəkkür edirəm. Sağ olun, Allah şəhidlərimizə rəhmət eləsin.